İran-Amerika Birləşmiş Ştatları münasibətində artıq əvvəlki kimi, əvvəlki ilk günlərdə olduğu kimi, tutaq belə də, bir ay bundan əvvəl olduğu kimi o gərginlik, yəni ki, az qala gözlənilirdi ki, bugün səhər Amerika Birləşmiş Ştatları İsraillə birlikdə İran ərazisini vurulacaq. Biraz səngiyibdir, amma qeyri-müəyyən olaraq qalır. Hələ də belə də ki, son akkordlar yoxdur. Ortada ki, sözün həqiqi mənasında bunlar hər iki ölkə dil tapa biləcəkmi? Yəni ki, Amerika Birləşmiş Ştatlarının tələbi və İranın da özünün dediyi kimi bir xətt var, o xəttə qədər razılaşacağı hələ biraz qeyri-müəyyən, sonra da ki, imzalanmayıbdır. Tel-Əviv və Ankara arasında, yəni ki, Türkiyə arasında da münasibətlər yenə əvvəlki kimi, bir ay bundan əvvəl kimi çox gərgin deyil, amma belə deyək ki, orada da bir qeyri-müəyyənlik qalıbdır ki, yəni ki, sona qədər hansı məsələlərdə o gərgin münasibətli qalır və yumşalma prosesi gedirmir. Düzdür, o yumşalma prosesinin bir hissəsi müəyyən dərəcədə Bakıda olduğu tərəflərin görüşü, o texniki tərəflər deyilən ki, yəni ki, Türkiyənin orada aviabaza yaratmaq, hava hücumundan müdafiə sistemi yaratmaq, bu istiqamətlərlə bağlı hər hansı bir belədəki toqquşmanın qarşısını almaq üçün o texniki tədbirlərin görülməsinin vacibliyini Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da bildirdi bu barədə. Və siz dediyiniz kimi, belə bir proseslərin getdiyi vaxtda həm İranın, həm də İsrailin, İranın prezidentinin, İsrailin baş nazirinin Bakıya səfərləri gözlənilir. Yəni, konkret olaraq birinci İrandan başlayaq, çünki İranın prezidenti Pezeşkiyanın Azərbaycana səfəri artıq siz deyən kimi əvvəllər gözlənilər bilərdi ki, əvvəllər gəlsin, amma bölgədə vəziyyət gərgindir. Həm də açığı deyək ki, Pezeşkiyanın Azərbaycana səfərini heç də oradakı o fundamentalistlər, mühafizəkarlar qrubu bir o qədər də belə təqdir eləyən bir vəziyyətdə deyirlər ki, gəlsinlər. Amma İran müəyyən mənada məcburdur. Çünki İranın vəziyyəti getdikcə, beynəlxalq aləmdə gərginləşdikcə, vəziyyət xüsusi olaraq belə deyək ki, kritik hala çatdıqca, qonşu olan Azərbaycanla münasibətlərində əvvəlki o gərgin xətti yeritməkdən çox, daha çox əməkdaşlıq etmək haqqında addımlar atmağa başladılar. İran daha çox istəyir ki, yəni ki, bu yumşalma prosesini nəinki əvvəllər olduğu kimi, xüsusilə bizim Qarabağ savaşındakı qalib çıxandan sonra bizə göstərdikləri xüsusi gərgin münasibət, tez-tez belə deyək, istəyir rəsmilərin, istəyir mollaların, belə deyək ki, hansısa cümə məscidlərində, hansısa bir, belə deyək ki, din xadiminin dilindən Azərbaycana yönəlik bəzən hətta təhqir səviyyəsinə qədər yüksəlirdi. Bütün bunlar amma göstərdi ki, yox, İran çətin vəziyyətə düşəndə elə yaxın qonşu kimi Azərbaycana, belə deyək ki, münasibətlərini düzəltmək istəyir. Siz bilirsiniz ki, aprelin 28-də Pezeşkiyanın səfəri gözlənilir. Səfər təkcə Pezeşkiyan deyil, bilirsiniz ki, böyük bir heyətlə gəlir. Yəni, o böyük bir heyətlə gəlişi təxminən hətta 200 nəfər, 120-dən 200 nəfərə qədər gəlişi haqqında məsələlər var. Yəni, bu o deməkdir ki, Azərbaycanla perspektivdə əlaqələrin daha genişləndirilməsi xətti aparılacaqdır. Yəni, söhbət həm iqtisadi cəhətdən əməkdaşlıq, mədəni əməkdaşlıq, digər logistika xüsusilə bununla bağlı olaraq və ümumiyyətlə, əgər böyük bir heyətlə gəlirsə, deməli, burada çox tərəfli münasibətlər müzakirə olunacaqdır. Nədən razılığa gəlinəcək, gəlinməyəcək, bunlar aydın məsələdir. Amma hiss olunur ki, artıq bəri-başdan diplomatik münasibətlər müəyyən dərəcədə müsbət istiqamətdə inkişaf edir və Tehranın açığı deyil, bizə ehtiyacı var. Bakının bu saat Tehrana ehtiyacı yoxdur, mən açıq deyim Züleyxa xanım, amma Tehranın Bakıya ehtiyacı var bu günlər. Çünki Azərbaycan, özünüz də görürsünüz kimi, beynəlxalq siyasətdə, indiki siyasətdə elə situasiyalar var ki, o situasiyalarda açar ölkədir. İran da bu vəziyyəti hiss edir, Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq istəyir